Hər vaxtınız xeyir dəyərli kanal izləyicilərimiz. Masazır qəsəbəsinin hal-hazırda 569 nömrəli avtobusun yolunda şəxsi tikili özü üçün inşa olunmuş belə bir gözəl 3 mərtəbə gördüyünüz kimi 3 mərtəbəli belə bir həyət evi göstərəcəm. Həyət evimizin kupçası var, evində torpağın sənəti var. Ümumi 2,2 sotda inşa olunub, 3 mərtəbədir. Təmir aid bəzi işləri qalıb içində, bəzi otaqlarında. Amma aşağısı tam yaşayışlıdır. Keçək içərisini göstərək. Bu evin qiymətlə bağlı olan məlumat, video görüntünün məlumat yerində var. Baxa bilərsiniz. Göstərilən qiymət start qiymətdir. Evin yanına yer var. Bu giriş hissəsidir. Yerdən kürsülüdür. Zirzəmisi də var. Zirzəmisi evin digər tərəfindəndir. Belə ümumi burada bisetka üçün yer nəzərdə tutub gələcəkdə tikməyə. Şəxsi tikilidir, möhkəm tikilib. Və içində də yaşayış var. Şkaturlanıb, sıvanıb, yəni divar, qaz, su, işıq və kanalizasiya var mərkəzidir. Masazır qəsəbəsində 569 nömrəli avtobusa yaxındır. Hakim Abbasov küçəsidir. Bu hissələrdə şəxsi tikilən evlər çox az halda çıxır satışa. Yerdən ümumi hesabdan 6-7 daş kürsülüdür. Kombisinə kimi var, su qızdırıcısına kimi var. İçərisinə daxil olmuşuq. Dəhlizdəyik. Döşəmə taxtadır. Ümumi belə bir görünüşünü göstərək. 2-ci mərtəbə qalxan pilləkəndir. Pilləkən betondan tikib dökülüb. 1 ilə 2-ci mərtəbəsi monolit betondur. Burada bizdə bu da hamam otağıdır 1-ci mərtəbədə. 2-ci mərtəbədə hamam otağı üçün də şərait var. Lazım olsa ağzı üstlərinə uyğun hər bir dəyişiklik deyə bilər. Mətbəxi böyükdür, böyük ölçüdədir. Mətbəx belə yeni yığılıb. Evin qiyməti ilə bağlı məlumat, video görüntünün məlumat yerində var. Nəzər salıb baxa bilərsiniz. Bu qoşa qapının arxasında və bu qoşa qapının arxasında mətbəxdə orada qonaq otağıdır və içindən bir dənə də yataq otağı var. Keçib için göstərəcəm. Və evin qonaq otağında hal-hazırda lazım olsa gələcəkdə bu hissədə qonaq otağı var. Üstü betondur. Buranı uçurduq, belə deyək, böyük bir qonaq otağı da eləmək olar. Şəxsi tikili bir daha vuruluyam. Mərtəbə arasında monolit betondur. Döşəməsi taxta poldur. Burada yataq otağıdır. Yəni bu divarı götürməklə böyük bir həcmli qonaq otağı eləmək olar. Yəni alıcı üstlərinə uyğun hər bir dəyişiklik edə bilər və qalxıb 2-ci mərtəbədən şərti göstərib. Pilləkəni betondur, möhkəm tikilib. Yuxarısı bu formadadır. Yəni burada hər hansı bir nə cür istəsəz, alandan sonra dəyişiklik eləmək olar. Tok işi, yəni şunur, elektrik işləri görülüb. Burada belə bir otaq yeridir. Lazım olsa pəncərəni bağlayıb, burada hamam otağı da eləmək olar. Burada mansarda qalxan pilləkəndir. Burada bir dənə otaqdır. Aça bilməyəcəm, o da hal-hazırda bağlıdır. Burada bir otaqdır belə, 2 pəncərə ilə. Ev işıqlıdır. Gördüyünüz kimi beton kəmərinə kimi var. Və qalxırıq mansarda. Mansarda qalxmışıq. Duz gölünə mənzərəsi var. 93 kompleksinə mənzərəsi var. Mansarda bu formada, geniş. Alıcı alandan sonra hər bir dəyişiklik edə bilər. Bir daha vurulub, ev kupçalıdır. 2,2 sotdadır. Şəxsi tikilidir Masazır qəsəbəsində. Hakim Abbasov küçəsi 569 avtobusuna yaxındır. Qiymətdəki video görüntünün məlumat yerindədir. Sona qədər izləyən təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Şərh bölümündə şərhlərinizi qeyd edin.